Növbəti bugünkü sertifikasiya imtahanının sualıyla yeni qarşınızdayıq müəllimlər. Sual belədir ki, şagirdlər layihə hazırlamalıdır. Tapşırıq isə, yəni şagirdlərə belə bir tapşırıq verilir ki, layihəni hazırlayan zaman fikrinizi elə əsaslandırın ki, qarşı tərəfi layihənin düzgünlüyünə inandıra biləsiniz. Və buradan bizdən istənilir ki, taksonomiyanın mərhələsini müəyyən edək. Həmişə olduğu kimi yenə də taksonomiya sualı sertifikasiya imtahanına düşüb. Deməli, nədir? Layihə hazırlamalıdır deyəndə bizdən ilk öncə suala diqqət yetirməliyik ki, bizdən layihə sadəcə deyir hazırlanmalıdır. Tapşırığa baxmalıyıq ki, bizdən tapşırıqda nə istənilir? Adətən həmişə deyirik ki, layihə hazırlamaq, yaratmaq mərhələsidir. Amma bizdən soruşulan isə layihəni hazırlayan zamanı fikrinizi elə əsaslandırın ki, qarşı tərəfi layihənin düzgünlüyünə inandıra biləsiniz. Demək bizdən gətirdiyimiz fikrə əsaslandırma istənilir. Demək, ona görə də bu olacaq dəyərləndirmə mərhələsi. Deyir ki, fikrinizi elə əsaslandırın ki, qarşı tərəfi layihənin düzgünlüyünə inandıra biləsiniz. Cavabımız oldu dəyərləndirmə mərhələsi.